Sağlamlığınıza yatırım edin. Bəli, uğura gedən yolda çox insanlar bir çox yatırım növlərini insanlara təklif edirlər, yəni uğur qazanmaq üçün. Mənim düşüncəmə görə isə ən vacib yatırım növlərindən biri sağlamlıqdır. Bu fərqi yoxdur. Psixoloji sağlamlıq, fiziki sağlamlıq. İnsan sağlamlığına yatırım etməlidir. Çünki insan sağlam olduqda, yəni bunun qarşılığında özünü yaxşı hiss edir. Yaxşı hiss etmənin müqabilində artıq onun üçün bir motivasiya, bir motiv yaranır həyatında bir şeylər etmək üçün. Təbii ki, motivasiya daha sonradan disiplinə çevrilir əgər məsuliyyətli insandırsa və o disiplina da sonda da nəticəyə gəlib çıxardır. Əgər insan qeyri-sağlamdırsa, təbii ki də burada yəni heç bir yaxşı əhval-ruhiyyədən artıq söhbət getmir. Maddi cəhətdən belə deyim, çox pul itirir. Yəni sağlamlığını qorumağı üçün o qədər də maddi güc itirmir, amma sağlamlığını itirəndən sonra onu təkrardan geri qaytarmaq üçün həddindən artıq maddi güc sərf edir buna insan. Həm maddi gücü gedir, həm motivasiya yoxluğu artıq yaranır. Təbii ki, motivasiya yoxluğu olandan sonra heç disiplinadan da söhbət gedə bilməz və sonda da artıq nəticə olmur. Yəni insan belə deyim, öz arzularında yolunda məğlub vəziyyətə düşür. İndi isə bunları sxem şəklində sizlərlə paylaşmaq istəyirəm. Demək, anlatdıqlarımdan yola çıxaraq bunları sizlər üçün sxem şəklində göstərdim. Burada ilk növbədə S, yəni qısa olaraq sağlamlıq, plus yaxşı əhval-ruhiyyə, yəni sağlamlıq yaxşı əhval-ruhiyyəni insanda yaradır. Yaxşı əhval-ruhiyyə insanda bir motivasiya, arzu yaradır. Motivasiya öz-özlüyündə təbii ki də məsuliyyətli insana disiplina yaradır. Disiplina isə nəticəni yaradır. Qeyri-sağlamlıq, yəni sağlamlığın olmamasının nəticəsində pis əhval-ruhiyyə yaranır. Pis əhval-ruhiyyənin yəni nəticəsində belə deyim, həvəssizlik, motivasiyanın olmaması yaranır. Motivasiya olmayandan sonra isə artıq təbii ki də fəaliyyətsizlik baş verir və nəticə olaraq nə olur? Məğlubiyyət. Onun üçün də insan sağlamlığına daim yatırım etməli, fiziki, psixoloji olaraq daim yatırım etməli və bunun uğur qazanmaqda əsas amillərdən biri olduğunu fərqində olmalıdır. Uğurlar və ancaq irəli.